Baxın qardaşlar, bura gəlmişəm sosial üçün müraciət eləməyə. Burada deyirlər ki, sən ikinci qrup 50 də olsan sənə sosial düşmür. Sosial 250 manat dövlət sənə pensiya verir. Amma o pensiya ilə mən razı deyiləm. Çox az pensiyadır. Nefti qazı olan ölkədə bu qədər pensiya olmur. Ən azından 700-800 manat pensiya olmalıdır. İkinci qrup 50 olaraq 250 manat pensiya alıram. Burada müraciət eləmişəm bu idarəyə. Sosial işlərinə baxanlığa. Baxın. Deyirlər ki, sənə sosial düşmür. Birinci qrup 50 olsaydın sənə düşürdü sosial. İkinci qrup 50'lər düşmür. Belə deyirlər. Belə ölkədən ancaq getmək lazımdır. Bu ölkəni mən başqa səfirliklərə müraciət edib, Allah qoysa bu ölkəni mən tərk edəcəm. Heç kimə də müraciətim yoxdur. Burada heç işə baxılmır. Mən neçə dəfə 3 dəfə 4 dəfə müraciət eləmişəm. Burada heç nəyə baxılmır. Baxın, buradır bax. İdarədir. Baxın qardaşlar, bura gəlmişəm sosial üçün müraciət eləməyə. Burada deyirlər ki, sən ikinci qrup 50 də olsan sənə sosial düşmür. Sosial 250 manat dövlət sənə pensiya verir. Amma o pensiya ilə mən razı deyiləm. Çox az pensiyadır. Nefti qazı olan ölkədə bu qədər pensiya olmur. Ən azından 700-800 manat pensiya olmalıdır. İkinci qrup 50 olaraq 250 manat pensiya alıram. Burada müraciət eləmişəm bu idarəyə. Sosial işlərinə baxanlığa. Baxın. Deyirlər ki, sənə sosial düşmür. Birinci qrup 50 olsaydın sənə düşürdü sosial. İkinci qrup 50'lər düşmür. Belə deyirlər. Belə ölkədən ancaq getmək lazımdır. Bu ölkəni mən başqa səfirliklərə müraciət edib, Allah qoysa bu ölkəni mən tərk edəcəm. Heç kimə də müraciətim yoxdur. Burada heç işə baxılmır. Mən neçə dəfə 3 dəfə 4 dəfə müraciət eləmişəm. Burada heç nəyə baxılmır. Baxın, buradır bax. İdarədir.